Dostlar, hamıya salam. Sizinle bugünləri kim Nanola Semayer'di ve burada pşeniçnaya qarşıladı. Bilmirəm, bilənlər, düyüylə qarışıq. Burada İveriya seskaları, sevimli daddı. Qarpızımız, turşular. Bu dəfə yiyəcəm. Dedilər yemədin keçən dəfə, qəsdən yenə qoydum. Burada xiyar, pomidor, smetan salatı adətən necə eləyirəm. Göyərtidir burada və turşu pomidor. Ayranımız. Gəlin şəkil çəkdirək. Hay hay. Все. Acamac. Saat neçədir bu dəfə? Mən hər dəfə rekordlar qırıram. Vaxtla bağlı. 4:13 indi. 5'e işləyib 15 dəqiqə belə deyək. 13 dəqiqə. İveriya seskaları dəhşət çox sevirəm. Dəhşət acam. Acından qırılıram sözün əsl mənasında. Mama hər şeyin hazırlığını eləyir də. Mən işləyirdim. Hər şeyə cavab verirdim. Son mama dedi, makyaj elə tez-tez nəsə elədim orada. Dedim çəkiliş 100%. Çox tatlıdır. Bu günləri nə haqqında danışacağım? Azmaz ondan, azmaz bundan. Salatı deyirəm, belə qoyum. Rahat yiyeyim, ora girişməyim. Tak. Qaşayla belə salatı çox sevirəm. Deməli, mənə sual vermişdilər ki, nişan sənin nişanındır və sən deyirdin ki, heç kimin yoxdur həyatda. Uca dəhşət çox o vaxtda suallar verilməyə başladı. Halbuki biz onu axıracan izləmirsiniz deyə başa düşmürsünüz. Mənim nişanım deyil. Yaxınımın nişanıdır. O haqda vloglar çəkəcəm. Nişanı çəkəcəm, çalışacağım hər indi biraz oradan buradan çəkim. Nişanda da göstərəcəm kimin nişanıdır. Qızı da göstərəcəm. Oğlanı da. Bu sual məncə dəqiq bağlanır. Hatta insanlar yalancısan, burada belə deyirsən, orada belə deyirsən, vay vay vay. Mən sizə bir şey deyim. Ən azından düşünün də bəziləri bunları yazanlar. Yəni mən o qədər başdan getdi deyiləm də, belə deyək. Nəyə görə elə deyirəm? Ən azından mən internetin nə olduğunu başa düşürəm. Sən nəyisə unutmusansa, internet bunu heç vaxt unutmayacaq. Ona görə internetdə yalan danışmaq, mənası yoxdur. Çünki mən indi mukbang çəkirəm. Nəysə unuda bilərəm 1-2 ildən sonra. Başqa cür deyə bilərəm. Çünki
Adamın yadında deyil harda nəyi necə deyib. Və bütün yalanlar çıxacaq. Ona görə yalanın əsasən də belə nişan mənada. Yalanın küçüğü yalan yox. Üstəlik də nişan olmaya. Mən özümü niyə nişanlandırım, niyə qoyum ki özüm nişanlıyam. Yalandan bunu deyim. Mənə bundan plus nə? Bəzi cəmaatı başa düşməməyə qədəm. Bu belə. Bir neçə insanlar deyirdi ki, axırıncı şotsda da yazıblar ki, dişlərin çox qəşəng, çox sağ olun və dişlərin nədir? Nəsə qoydurmusan mı? Yəni də veneer falan və yaxud da elətdirmisən mi? Xeyr, dişlərim öz dişlərimdir. Sadəcə mən dişlərə çox diqqət yetirirəm. Birincisi mən breket taxmışdım. 2 ildən çox. Bir dişimdə problem oldu. Ondan sonra hamısı da yəni əyilməyə doğru getdi. Ona görə breket taxdıq. Mənə dedilər aşağıda çək. Aşağıda məncə məndə normaldır hər şey. Bəlkə nəsə var orada stomatoloji cəhətdən. Məni heç narahat eləmir. Ona görə mənə tam uyğundur. Yəni mənə görə, bilmirəm. Yəni bu belə. 2 il yarım breket taxdım, konkret əziyyət çəkdim. Və axırı dişlərim. Bundan son kapa breketdən sonra verilir. Bunu da bir il taxmalısam. Mən gördüm ki, çoxları hansılar ki kapa taxır, dişləri saralır. Hardasa 2-3 ay taxdım, çıxartdım. Mən dedim ki, mən sarı dişlə gəzmək istəmirəm. Və sonra heç nə ilə normal gelmir. Emal elə bil özü o rəngə bürünür. Mən də dedim ki, mən belə istəmirəm. Ona görə bəlkə hardasa nəsə düzgünsüzlüyü ola bilər dişimdə. Amma ki, ancaq o səbəbdən. Mənim həkimim soruşanlar Nərimanovda idi. Nərimanov metrosunun düz çıxışında, orada uşaq poliklinikası var. Adını yadımda deyil. Soyadı Əskərova idi. Poliklinikaya girirsiniz. Bu tərəfə və axıra qədər. Ən axırıncı kabinet idi. Yaddaşımda da, yəni o qalıb. Bəlkə kabinetin dəyişəm. Ən azından soyadını dəyişməz. O poliklinikada işləyirsə, elə oradadırsa, Əskərov bir dənə idi. Anamın qız soyadı Əskərovadır deyə, ona görə konkret yaddaşımda qalıb ki, mamanın soyadı kimi idi. Bir də biri mənə yazdı, mən ucu bloka atdım. Çünki ya, heç o insanla danışmaq istəmirəm. Gözəllik mənada orada demişdim ki, mən botoks falan eləməmişəm. Mənim üzümdə heç nə yoxdur. Mənə də dedi ki, qaşların qalxır. Botoksdan üzüm partlayır. Botoks, botoks, botoks.
gülə bilirəm, hər şey edə bilirəm. Nə botoks, belə üzdə botoks olur. Ömrü boyu kosmetologiya, ancaq çiskaya getmişəm. Всё. Botoksum yoxdur. Mənim öz qaşlarımın ucu elədir, şükür. Yəni düşmür. Ona görə, yəni üzüm botoksdan partlamır. Çünki botoks qoqqo. Bu belə. Kim deyir ki, burnumu kəsdir? Mənə görə mənim ideal burnum var. Mənim burnuma toxundurmayın. Mən belə burun istəmirəm. Sorry. Bunu ekrana koyacağım. Ha. Hərənin öz zövqü var. Hamının zövqünə hörmətlə yanaşıram, amma mən özümə belə burun istəmirəm. Bəziləri deyir ki, yanağım yoxdur. Elə həmən adam deyir. Bəziləri deyirəm, həmən adam belə doldurmuşdu yəni. Yanağım yoxdur, ona görə qoca görsənirəm. Yəni bundan ara çox. Elələri var, bura yanaq vurur, belə şeydir, nədir onun adı? Oxşuyurlar, elə bil 20 yaşlı qızlar, nə bilim 70-80 yaşına oxşuyurlar. Gəlirlər belə, buraları da belə düzdür. Yəni belə mən belə istəmirəm. Fatma xanıma oxşamaq istəmirəm. Bu 2 ya 3. Bir də dodağım aşağı düşüb. Yəni dodağıma heç toxunmayın. Dodaq mənə görə məndə idealdır. Mən öz üzümdə heç bir problem görmürəm. Bəzi komplekslərim var, amma bu üz deyil. Mənim ümumiyyətlə figuram quruşadır. Bura çox nazikdir, əllərim çox arıqdır. Yəqin ki görmüsünüz. Yəni heç sıxmıram. Öz əlim belədir. Bax, rahat eləyirəm. Bax. Sümüklüdür. Öz əlim elədir. Belim çox nazikdir, qarnım yoxdur. Həmişə butda olmuşam. Yəni məndə o var. O da nə qədər ağlasam belə getmir. Əvvəl mənim üçün kompleks idi, indi yox. Amma indi məsəl üçün sportla məşğulam. Biraz bu əl qolunu yığışdırmaq istəyirəm. Böyük bir şey deyil. Amma biraz belə konkret napnaziya eləmək istəyirəm. Elə bil sportla məşğul olmursan deyə sallaxlıq biraz var. Açıq-aşkar hər şeyi göstərirəm. Yəni mənə ehtiyac yoxdur kompleksə salmağa. Məndə o yoxdur. Prosta nə isə bəyənmirəmsə mən düzəldirəm özümdə. Bu da dəqiq kosmetologiya deyil. Ən azından indi kosmetologiya deyil. 35 yaşımda dedim onsuzda ki, lazım olsa botoks eləyərəm, amma üzüm botoksdan partlayır deyilən bir şey yoxdur. Çünki məndə o yoxdur. Amma mənə çox xoşdur ki, siz elə düşünürsünüz. Hər ustaya da indi gedə bilərəm. Getsin əl vursun üzümü, baxsın, yəni ümumiyyətlə nəsə var ya, yoxdur, heç nə yoxdur. Heç nə, bax, hər şey var burada. Nə botoks. Adamın gülməyə gəlir. Botoks onsuz eləyəndə sizlə vlogda gedəcəm, deyəcəm ki, ilk botoksum. Yəni əmin olun ki, bu olacaq. Yəni mən heç nəyi gizlətməyəcəm. Mənim nəyimə lazımdır? Heç kim onsuz qocalmaq istəmir. Heç kim onsuz qoca görsənmək istəmir. Gedir eləyir. Vaxtı gələndə. Mən də vaxtı gələndə gedib eləyəndə mən bunu gizlətməyəcəm. Nəyimə lazımdır? Yaşıma qədər 28 yaşım olduğunu həmişə deyirəm. Mən yaşımı gizlətmirəm. Yaşımdan utanmıram. Hamı bilir ki, yaşdan qaçmaq mümkün deyil. Belədir, mən heç nə eləyə bilmərəm. Qızlar, siz neçə nəfərsiz ki, sizin üzünüz botoksdan partlayır yazında. Yəni kosmetologiya olunmamısınız, amma hamı elə bilir ki, kosmetologiya ilə məşğulsuz bütün günü. Mənə deyirsiniz, çox maraqlıdır. Uşaqlar, mən doydum. Kaşamız biraz qaldı. Salatımız qutardı. Xiyarı yedim, rahatlayın. Pomidor indi yeməyəcəm, yəni deyəcəm, pomidor yemədim. İstəmirəm.
Qarpızımız demək olar yeyildi. Burada 4-5 dənə qaldı. Bax belə balaca qusaq-qusaq doymuşam, partlayıram. Uşaqlar, köynə videoma baxmamısınızsa, inanıram ki, videomu bəyəndiniz. Yəni, like zad eləyəcəksiniz, yəni başa düşürsünüz. Köynə videoma baxmamısınızsa, bura basıb köynə videoma baxırsınız. Burada da logo olacaq. Logoya basıb takip ata bilərsiniz. Sabaha gedək ya o biri günə dək öptüm sizə istərəm.